Chelsea'nin Azərbaycandakı en büyük azarkeş qrupunun Caspian Blues'un təsisçisi Ceyhun Şahverdiyev mənimlə bağlantıdadır. Ceyhun bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir Kənan bəy. Bütün tamaşaçıların da sabahı xeyirli olsun. Təşəkkürlər Ceyhun bəy. Ceyhun bəy, başlayaq Chelsea'nin problemlərindən. Mən əminəm ki, bu problemləri də həm fan klub daxilində müzakirə etmişsiniz, yəqin ki, özünüz də düşünmüşsünüz. Ən böyük problemlərdən biri qırmızı vərəqədir. 9 qırmızı vərəqə göstərilib Chelsea futbolçularına bu mövsüm ərzində. Bu, mən düşünürəm ki, antirekorddur. Yeni bir antirekorddur. Yəni, mövsümün bu kəsiyi ərzində, mövsüm elə bitməyib, artıq 9 qırmızı vərəqə alıb komanda. Sizcə, bu problemin əsas səbəbi nədir? Gənclikmi, yoxsa komandada ciddi bir məşqçinin olmamasıdır? Mən bunu ilk öncə deyim ki, bu daha çox disiplin məsələsidir, mənə elə gəlir. Çünki məşqçi dəyişsə də belə, əgər futbolçular bunu etməyə davam edirsə, burada birbaşa disiplin məsələsi var və Roznier da özü son açıqlamalarında bildirib ki, bunun üzərində işləməliyik. Sonuncu müsahibəsində biz özümüz də səhifələrdə qeyd eləmişik, o mətbuat konferansında danışdığım biləm. Biz bunun üzərində işləməliyik və bu hallar olmamalıdır, bu halların olmağı çox pis təsir edir. Çünki yaxşı oynadığım bir vəziyyətdə, məsəl üçün son oyunu götürsək, Arsenal'la oyunda. Orada yaxşı oynadığı bir halda, baxmayaraq ki, bir top bıraxdılar. Ondan sonra qırmızı vərəqə və onunla da belə deyək, oyun bitdi. Oyun bitdi demək olar. Amma o olmasaydı, hesab düşünürəm ki, orada bərabərə gedə bilərdi. Hətta bilmək olmaz, bəlkə qələbə də qazana bilərdi. Chelsea həqiqətən yaxşı çıxış eləyirdi həmin oyunda. Çox yaxşı çıxış eləyirdi və topa yiyələnmə olsun, qapıya zərbələr olsun, hər bir şeydə yəni, üstün tərəf Chelsea klubu idi və yəni, bu qırmızı kart həqiqətən çox pis vəziyyətə saldı komandanı. Və bu ilk maç, ilk belə təcrübə deyil ümumiyyətlə London təmsilçisində və bir maraqlı məqam odur ki, hər dəfə fərqli futbolçular alır qırmızı vərəqəni. Bir nəfər, iki nəfər alsa, deyərsən ki, hə, bunların nizam-intizamı yoxdur, gəl bunları xüsusi bir təlim keçək, yəni bilim, heyətdən müvəqqəti uzaqlaşdıraq, bir cəza verək ki, qardaş, daha yumuşaq oyna, yəni bu İngiltərə Premier Liqası düzdür, İngiltərədə daha sərt oyuna icazə verilir nisbətən, yəni daha sərt oyuna imkan verilir, amma Chelsea futbolçuları həqiqətən, yəni qırmızı bir yana, həmin oyunda, məsələn, Arsenal'la oyunu misal gətirdiniz, həmin oyunda əlavə 3 nəfər də sarı vərəqə ilə cəzalanıb. Yəni, Neto'dan başqa daha 3 nəfər sarı vərəqə alıb və əksəriyyəti də hücuma meyilli və ön xət futbolçulardır. Palmer'in sarı vərəqəsi var, Enzo Fernandez alıb, Hato alıb sarı vərəqəni, yəni o da önə top daşıyan futbolçudur. Çox maraqlı budur ki, əslində mərkəz müdafiəçiləri falan alır normalda, dağıdıcı futbolçular olur, yarım müdafiəçilər, onlar sarı vərəqə alır. Siz bunu yaş ortalaması ilə səbəb kimi yəni düşünürsünüzmü? Klubun yaş ortalaması azdır, gənclər çoxdur, ola bilərmi bu? Kənan bəy, siz də qeyd eləmişdiniz ki, yəni Chelsea'nin siyasəti daha çox gənclər üzərində dayanıb. Əvvəlki sizinlə söhbətlərimizdə belə bir şey vardı. Bəli. Amma ki, orada da qeyd elədim ki, bu yaş amili yəni, çox səhv bir addımdır. Yəni, ümumiyyətlə, təcrübəli futbolçular mütləq şəkildə komandada olmalıdır ki, o belə hallar təkrarlanmasın. Yəni, necə başa salım sizə? Yəni, zarafat deyil, yəni Chelsea'nin 9-a yaxın futbolçu, əsas heyət futbolçusu qırmızı vərəqə alıb. Yəni, 2025-2026 mövsümündə. Yəni, belə bir hal heç vaxt təkrarlanmamışdı, olmamışdı Chelsea tarixində. Siz qeyd etdiyiniz kimi, adətən bunu dayaq yarım müdafiəçiləri və yaxud da müdafiəçilər, hətta mərkəz müdafiəçilər qırmızı vərəqəyə almağa meyilli olur. Çünki son futbolçu kimi onlar qalır, belə deyək. Yəni, dağıdıcı yarım müdafiəçi olur, mərkəz müdafiəçisi olur, hə? Yəni, dayaq yarım müdafiəçi, dağıdıcı yarım müdafiəçilər. Yəni, bu halların təkrar olunmaması üçün yəqin ki, burada yaş amili var, təcrübə məsələsi var, bunlar hamısı topunur və lazım anda nə eləməlisə. Misal üçün, Palmer'in də bir vərəqə aldığı var idi, o 3 nəfərdən biri dediyimiz. Palmer elə bir vəziyyətdə cəriməni pozdu ki, belə deyək, futbolçu yeni başlayırdı hücuma. Amma sən hücuma gedən futbolçunu əgər çata bilmirsənsə, ona arxadan müdaxilə edirsənsə, o artıq əlbəttə ki, hakim də görür bunu, qırmızı verir.
Yəni maksimal dərəcədə yəni müəyyən bir yerə sıxışdırmaq olardı. Pedro Neto zəif də qaçmır. Yəni özümüz də görmüşük ki, sürəti də var. Fiziki də olaraq da güclü futbolçudur. Sadəcə burada nizam-intizam yəqin ki, Rajnier bunun üzərində işləyər. Çünki özü də qeyd edib ki, bu hallar yaxşı hal deyil. Yəni deyirəm, 9 futbolçudur, hardasa 2-3 futbolçu qalıb ki, əsas heyəti tam doldursunlar. Yəni belə deyək. 11'liyi çıxarmaq olar da yəni. Yəni bir 11'liyi tarixə düşmək olar ondan da belə deyək. Adı da elə belə qoyulmur da Red Card, yəni FC, yəni elə qırmızı kart futbol klubu belə gedir. Hazırda bütün ilk sosial medyada elə gedir. Ceyhun bəy, Aston Villa ilə maç barədə nə düşünürsünüz? Aston Villa'nın da işləri yaxşı gelmir əslində. Onlar da son maçda Wolverhampton uduzdular səfərdə. Wolverhampton ümumiyyətlə çox artırıb. Liverpool'u məğlub elədi, Aston Villa'nı məğlub elədi. Ondan əvvəl əslində Leeds-lə heç-heçə var, daha əvvəl Newcastle-a, Kubokda məğlubiyyət var Aston Villa'da. Ümumiyyətlə bu mövsümün əvvəlində başladıqları o sürətli oyun, güclü sistem sanki yavaş-yavaş çökmək üzərədir. Bugün şanslarını necə qiymətləndirirsiniz klubunuzun? Bugün şansları belə deyim də, Aston Villa'nın üstün tərəf kimi belə deyim qeyd edirəm. Çünki Aston Villa öz meydanında oynayır və ilk dörtlükdədir və o dörtlükdən əlbəttə çıxmaq istəməz. Yəni, amma biz belə deyim, Unai Emery ilə belə deyim, Chelsea'nin bir yaxşı olmayan bir statistikası var. Hansı ki, Chelsea hər dəfə, yəni hər səfərdə demək olar ki, Unai Emery'ə məğlub etməyən bir yolu tapılır. Ümid edirəm ki, məğlub etməyən bir belə formulun Rosnier da tapar və bu oyundan qalib gələr. Çünki qalib olmadığımız halda düşürük 6-ya, yəni 4-lüyə girə bilirik, hətta 5-liyə girə bilirik. Çünki hazırda Liverpool'un məğlubiyyəti var. Amma qeyd edeyim ki, çox üzrəsiyəm, Chelsea bugün qalib gələcəyi təqdirdə Liverpool'u keçir. Bəli, 5-liyə düşür, əgər qalib gəlsə və belə deyim, çünki mütləq şəkildə qalibiyyət olmalıdır ki, yəni Chelsea'nin gələcəkdəki, əgər bilirsinizsə, cədvəli çox ağır cədvəldir. Orada Newcastle-dan oyun var, Nottingham-dan oyun var, PSG-dən oyun var. Liverpool, Manchester City, yəni çox ağır qrafikdir. Bəlkə də İngiltərədə biz özümüz də qeyd eləmişdik səhifədə ki, 2 klubdan biridir ki, hazırda hətta birincidir belə deyək ki, ən ağır cədvələ sahib olan klub. Onun altından çıxmaq üçün mütləq şəkildə özündən biraz zəif, İngiltərədə zəif anlayışı yoxdur, amma bilmək olmur, klublar necə sənə rəqabət göstərir və mütləq şəkildə o, belə deyək də, dırnaq arası zəif komandaları mütləq şəkildə keçmək lazımdır. Rosnier özü də qeyd eləmişdi ki, burada oyunun ilk dəqiqələrindən belə komandaları, belə deyim də, doğru biləcək, daha çox qol vurub boğmaq lazımdır ki, onlar ikinci hissəyə daha motivasiya ilə başlaması. Bu, səhv eləmirəmsə, Burnley-in oyunda da belə idi. Qalib olduğumuz halda biz bir top bırakırıq və onunla da hesab deyəsən bərabərləşirsək. Çox təşəkkürlər Ceyhun bəy, fikirləriniz üçün. Uğurlar arzu edirəm sizə və bugünkü maçda sizin komandanıza. Mən əminəm ki, siz yenə fan klubla yığılacaqsınız oyunu izləməyə. Mütləq. Nə deyək, ümid edək ki, məyus qayıtmazsınız o toplanışdan. Sağ olun. İnşallah. Sağ olun, minnətdarım. Hörmətli izləyicilər, bizimlə bağlantıda Ceyhun Şahverdiyev idi. Azərbaycandakı ən böyük Chelsea fan klubu Caspian Blues-un təsisçisi.